uşaq Aha. üç bucağı çəkə bilir. Ay sağ. Çəkə bilir yoxsa çəkir. Ay sağ olun. Çəkir deyirəmsə, bu nə olacaq? Ümumi təlim nəticəsi. Bəli. Çəkə bilir yox, çəkə bilir olmaz. Çəkir. Yaxşı, çəkəcək desəm olarmı bəs? Yox. Olmaz. Çünki mütləq şəkildə gələcək zaman olur. Ay sağ olun. Bəli. Məzmun standartı nə idi bəs? Məzmun standartı Aha. Uşağın bilik və hissəsinə qoyulan dövlət tələbidir. Bilik nədir, fəaliyyət nədir? bilik. Aha. Uşağın nə öyrəndiyi, fəaliyyət isə öyrəndiyini nə? Tətbiq etməkdir. O biliklə bacarıq var idi. Ona başqa harda rast gəlmişdik? Qanunlarda ümumiyyətcə nə idi o? Öyrəndiyini tətbiq etmək nəyə aid idi o? Təlimlə təhsil, bəli. Təhsil sadəcə olaraq bilikdir, öyrənməkdir. Təlim isə artıq fəaliyyətdir. Yəni onu həyata keçiririksə, bu artıq təlimdir. Yaxşı, bəs siz mənə deyin, deməli, innovasiyada açar söz nə oldu? İnnovasiya yenilik. Bəli, mütərəqqi xarakterli. O yeniliyin özü hansı didaktik prinsip idi? Yeniliyin özü Deməyin. Tələb yönümlü. Bəli, tələb yönümlü. Dövrün tələbi. Bəli. Mən əyani vəsaitlərlə maraqlı məşğələ keçirəmsə, hansı didaktik prinsipdir? Sakit. Uşaq üçün maraqlı belə deyək, məşğələ keçirəm əyani vəsaitlərlə. Uşaq yönümlülük. Çünki elə uşaq üçün maraqlı olsun deyə əyani vəsaitlərdən istifadə edirəm. Bəs yaxşı, bəli, nəzərə almaqdır. Bəli, potensial imkan, meyl maraq. Yaxşı, bəs tutaq ki, mən əgər 5 yaşlı uşaq, 3 yaşlı uşağa 5 yaşlı uşağın məşğələsini keçirəmsə, hansı prinsipi pozuram? Varislik. Ondan tələb edirəmsə? Tələb edirəmsə ondan? Aha. Onun prinsipini pozuram da. Uşaq yönümlü. Niyə şəxsiyyət yönümlü? Uşaq yönümlü. Şəxsiyyət yönümlü. Hələ şəxsiyyət yerdən danışmayın. Hələ səhv heç danışmayın. Aha. Aha, səhv ümumiyyətcə danışmayın. O bizdir. Aha. Yaxşı, bəs şaquli üfüqi hansı şifahidir? Şaquli yoxsa üfüqi? Bəli, şifahi. Aha. Üfüqi iki qrup, eyni qrup, müxtəlif inkişaf sahələri. Ay, sağ ol. Bu üfüqidir. Şaquli, müxtəlif qruplar, eyni inkişaf sahələri. Ay, sağ ol. Onların yadına salıram. Məsələn, məktəbə hazırlıqdayam, deyirəm, ay uşaqlar, biz böyük qrupda bunu keçmişdik, indi bunu keçirik. Nədir o? Hansı inteqrasiyadır o? Demirik, tamam. Bircə dəqiqə. Heyecanlandım. Aha. Şaquli inteqrasiyadır. Çünki iki qrup var axı. Ş, belə yadınızda saxlayın. Hə, şifahi, belə yadınızda saxlayın. Yaxşı, bəs kimlər sırf ali təhsilli olmalıdır? Ali təhsillilər, müdürlərlə metodistlər. Sonra Defektolog, logoped. Ay, sağ olun, bəli, logoped. Ola bilər, ali təhsilli də ola bilər, bəli. Uşaq şəxsiyyətinin formalaşması nəyə aiddir? Məqsəd, vəzifə yoxsa məzmun? Formalaşması. Vəzifə, bəli. Uşaq şəxsiyyətinin formalaşması. Yaxşıdır, Farizat müəllimə, yaxşıdır. Yəni, əvvəlki günlərə baxanda yaxşıdır, yaxşı. Biraz yaxşı olacaq inşallah. Qumru müəllimə, deməli, hüquq nədir, vəzifə nədir? Hüquq nədir, vəzifə nədir, tərifini necə deyim, yəni bunlara misal çəkə bilərəm. Yox, deyək də, məsələn, hüquq nə olacaq? Mənim haqqımdır, vəzifə isə görəcəyim. Mənim görəcəyim işdir, ay sağ ol. Mükafatlandırılmaq, təltif olunmaq nəyə aiddir bu? O hüquqlara aiddir. Kimin? Müəllimin. Müəllimin hüququdur, bəli. Bəs ildə bir dəfə tibbi müayinə? Müəllimin. Nə?
müəllimin vəzifəsidir. Bəs istədiyi təhsil müəssisəsini sərbəst seçmək, valideynin hüququdur. asudə vaxtın səmərəli keçirilməsi hüququdur. Ay sağ olun. Bəli. Bəs cəmiyyətə sosial uyğunlaşma, kollektiv daxilində birgə fəaliyyət bu nəyə aiddir? Məktəbə qədər təhsilin Məzmununa, bəli. Bəs yaxşı, hansı prinsiplər əsasında idarə olunur məktəbə qədər təhsil müəssisələri? Nəticə yönümlülük. Yox, diqqətli olun. 3 prinsip var idi. Aşkarlıq, Bir deyil, mən də deyirəm. Demokratiklik, aşkarlıq, bir də şəffaflıq prinsipi əsasında idarə olunur. İdarə etmədə necə olmalıdır? Özəldə necə olmalıdır, dövlətdə necə olmalıdır? Dövlətdə belə olmalıdır ki, yəni onu təhsil seçir, yəni Təhsil Nazirimiz. Təhsil Nazirimiz seçir, ancaq belə yəni özəl bağçalarda elə bağçanın özünün sahibi, yəni hər hansı bir şəxsi, yəni bu işdən anlayan hər bir şəxsi qoyar. Bəli, düzdür. Ümumiyyətcə, baxın, bugün yəqin ki, statusda da izlədiniz. Siz müsahibəyə hazırlaşırsınız, ona görə əsasla Samirə müəllimə. Statusda izlədiniz. Görürsünüz, hamısı elə budur da, bu çərçivədən. Adi bu hal-hazırda mənim verdiyim sualı bugün məsələn müəllimələrə veriblər müsahibədə ki, hansı prinsiplər əsasında idarə olunmalıdır? Aşkarlıq, şəffaflıq, demokratiklik. Bu deməkdir ki, yəni bağçada gizləyiş olmamalıdır, hər şey aşkar olmalıdır, şəffaf, hamıya eyni yanaşmalıyıq, şəffaf olmalıdır, demokratik də dövrün tələblərinə uyğun şəkildə keçirilməlidir. Bəli. Yəni bir aşkarlıq, şəffaflıq, demokratiklik dedik, keçdik yox. Onun hər birinin də açıqlaması var. Aydın oldu. Sonra infrastrukturla maddi texniki tədris bazasının fərqi nədir? İnfrastruktur müəllimə daşına bilməyən əmlakdır. Maddi texniki baza isə onun içində olan əyanəliklər, məsələn, kitabxanada olan kitablar, kitabxana infrastruktura aiddir. Kitabxananın içində olan kitablar maddi texniki bazaya aiddir. Bəli. Tədris dili də? Tədris dili də Azərbaycan dilimiz olmalıdır. Ay, sağ olun. Azərbaycan dili bildikdən sonra hansı dildə istəsə uşağa yəni dərs öyrətmək. Ay, sağ olun. Bəli. Nigar müəllimə, gəlinin apardığı cehiz nədir? Gəlinin apardığı cehiz maddi texniki tədris bazası. Gəlinin getdiyi ev infrastrukturdur, bəli. Bəs yaxşı, uşaqları ailənin dəyərli üzvü kimi formalaşdırmaq bu nəyə aiddir? Dəyərli üzvü kimi vəzifəsi. Bəli, vəzifədir. Konstitusiyanın 3 əsas məqsədi nədir? Konstitusiyanın 3 əsas məqsədi uşaqların hüquqlarını təmin etmək, iştirakçıların hüquqlarını müəyyən etmək, hüquq vəzifələrini müəyyən etmək və bunların hamısını tələb yönümlüyə. Ay sağ ol, dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsi. Ümumi təlim nəticələri necə olmalıdır və məsələn? Ümumi təlim nəticələri indiki zamanda olmalıdır, uşaq tək olmalıdır, müəllim olmalıdır. Məsələn, uşaq kimsə